Şək, yəni tərəddüd, şübhədə qalmaq, vəsvasılıq. Namazda da şək mövzusu olduqca qlobaldır. Misal üçün, hansı rəkətdə olmağımız və ya dəstəmaz alıb almamaqla bağlı etdiyimiz şəklər. Bəs yaxşı. Namazda hansı şəklərə fikir verilməməlidir? Bilirsinizmi? Mən deyim, siz də bilin. Birinci hal, çox şək edən insana, yəni şək bombardımanına tuş gələn insana aiddir. Məsələn, 3 namazda ard-arda şək və şübhəyə düşən birinə. Bu cür insanlar qətiyyən əsla öz şəklərinə fikir verməməlidirlər. İkinci hal isə yeri keçmiş şəkdir. Yəni, canım sənə desin, məsələn, səcdədə olarkən həmddən sonra surəni oxumadığımızla bağlı şək gedək. Bu da artıq namazın həmd və surəsindən ötmüşük deyə şəkkimizə neynəmirik? Əhsən, fikir vermirik. Üçüncü halı isə namazdan sonra yaranan şəklərə aiddir. Bu halda da artıq namaz bitdiyi üçün şəkkimizə əsla və qətiyyən fikir vermirik. Namazımız isə düzgündür. Bunları öyrənməyimiz zəruridir. Lakin ən yaxşısı budur ki, namazda insanın diqqəti Allahla olsun və fikrinin yayınmasına səbəb olan amilləri özündən uzaqlaşdırsın.